Salam, mən Məmmədov Azər. Bu videoda 2025-ci il riyaziyyat test toplusundan trigonometrik funksiyalar bölməsindən tərs trigonometrik funksiyalar mövzusuna aid olan tapşırıqların izahını verəcəm. Səhifə 46. Demək, tərs trigonometrik funksiyalar nisbətən şagirdlər tərəfindən çətin anlaşılan bölmədir. Amma diqqətlə fikir versəz, yəni görərsiniz ki, heç elə bir çətinlik də yoxdur. Mən mövzu izahını qabaqcadan deməyəcəm. Ümumiyyətlə, mən tərəfdarıyam ki, tapşırıqlar zamanı onların xassələri və qaydaları barədə məlumat verim. Amma onu deyim ki, yəni tərs trigonometrik funksiyaları sadə dildə desək nədir? Tutaq ki, bax, sinus 30 dərəcə bilirik neçəyə bərabərdir? 2-də 1-ə bərabərdir. Yəni elə bir bunun arcsinus 2-də 1 bərabərdir. Yəni 2-də 1-i sinus neçə dərəcədə alır sualına cavab versə yazırıq 30 dərəcə. Yəni bu özü bir bucaqdır. Yəni tərs trigonometrik funksiyalar bunlardır. Arcsinus, arccosinus, arctangens, arccotangens. İndi keçək tapşırıqlara və yəni hər dediyim kimi hər birinə qaydaları barədə məlumat veriləcək hər tapşırıqda lazım olan miqdarda. Güman edirəm ardıcıl fikir versə, belə diqqət yetirsəz, yəni sorun olmaz. Yəni tam başa düşərsiniz tərs trigonometrik funksiyaları. Demək, sinus arccosinus kök altı 3/2-ni hesablayın. Yəni dedik ki, bu arccosinus kök altı 2 bölü 2 nə deməkdir? Kosinus funksiyası kök altı 3/2-ni neçə dərəcədə alır deməkdir. Yəni sinus, bu heç də bunun aidiyyəti yoxdur. Kök altı 3/2-ni bilirik ki, birinci rübdə neçə dərəcədə alır? Pi böl 6-da, yəni 30 dərəcədə. Bunu dərəcədə yaza bilərik. Yəni sinus da 30 dərəcə nəyə bərabərdir? 2-də 1-ə bərabərdir. Cavab da D variantı olar. İkinci tapşırıqda belə bir şey verib, ifadəsinin qiymətini tapın. İndi bunları bilmək üçün, yəni bunlar da funksiyalarda, arcsinus, arccosinus, onlar da yəni tək və yaxud cüt ola bilir və s. Gəlin bir nəzər yetirək. Bax, misal üçün, sürətli arcsinus funksiyası barədə nə deyə bilərik? Bax, arcsinus funksiyası qrafik göstərsək təsəvvürümüz olacaq. Yəni, aldığı qiymətlər mənfi belə təyin oblastı, yəni y bərabərdir arc sinus x funksiyası. Yəni, x-in aldığı qiymətlər mənfi 1,1-dir. Aldığı qiymətlər mənfi 1,1. Y-in aldığı qiymətlər, yəni qiymətlər çoxluğu mənfi pi bölü 2, pi bölü 2 aralığındadır. Pi bölü 2 aralığındadır. Yəni, bunun qrafiki, bilirik ki, sinus x funksiyası birinci rübdə artandır, onun tərsi də artandır. Yəni, qrafiki, bax, belədir. Bir növ tangens x funksiyasının qrafikinə oxşuyur. Aldığı qiymətlər budur. Yəni, bu ancaq pi, demək, qiymətlər çoxluğu dedik, mənfi pi bölü 2, pi bölü 2-dir. Qiymətlər çoxluğu. Təyin oblastı isə mənfi 1,1-dir. Koordinat başlanğıcından keçir. Koordinat başlanğıcından keçirsə və simmetrikdirsə, bilirik ki, bu tək funksiyadır. Tək funksiya nə deməkdir? Yəni, bax, arc sinus mənfi x bərabərdir, mənfi qarşıya çıxır. Arc sinus x-ə. Yəni, bax, burada mənfi yox, burada müsbət verib sinusu. Digərlərinə baxaq, kosinus. Arc sinus barədə başqa nə deyə bilərik? Yəni, əsas bunları bilək. Sonra
Arc-kosinus barədə. Arc-kosinus funksiyası qrafikini göstərək. O 0-pi aralığında təyin olunub. Yəni, mənfi qiymət almır da 0-pi aralığında. Pi burada, 0 burada. O da bilirik ki, təyin oblast. Belə qiymətlər çox təyin oblastı mənfi 1-1-dir. Yəni, y bərabərdir. Arc kosinus x şəklində yazılır. X-in aldığı qiymətlər mənfi 1-1-dir. Y-in aldığı qiymətlər 0-pi aralığındadır. Kosinus x bilirik ki, birinci rübdə azalandır. Amma onun tərsi olan funksiyada demək azalandır. Və 0-da x-in 0 qiymətində pi bölü 2-dən keçir də azalan. Nöqtələri qeyd eləsək, yəni təxminən belə bir funksiyadır. Yəni, y bərabərdir arc kosinus x funksiyasının qrafiki. Mənfi 1-1, bunun qiymətlər çoxluğu belə təyin oblastıdır, x-in aldığı qiymətlərdir. Y-in aldığı qiymətlər isə 0-pi aralığındadır. Bu nə təkdir, nə cütdür. Amma, bax, məsələn, arc kosinus mənfi x olanda bu qarşısına pi ilə çıxılır. Yəni, pi çıxılsın, belə yazılır. Arc kosinus x şəklində. Bir kosinus, bir də kotangens, yəni o şəkildə yazılır. Arc kotangesdə, yəni pi çıxılsın, arc kosinus x şəklində yazılır. Yəni, burada bax, tangens var, kosinus da var. Yəni, onu pi minus kimi yazacaq. Sonra, tangens barədə nə deyə bilərik? Demək, tangens barədə bir növ, tangens özün funksiyası belədir, bilirik ki, yəni pi, mənfi pi bölü 2, pi bölü 2 aralığıdır. Elə bir ki, tərs arctangens x funksiyasının qrafiki də mənfi pi bölü 2, pi bölü 2 aralığında təyin olunub. Təyin olunub deyəndə ki, qiymətlər çoxluğuda pi bölü 2, mənfi pi bölü 2 aralığında bu aralıqdadır. Demək, təyin oblastı mənfi sonsuzluq, müsbət sonsuzluqda. Yəni, x-in aldığı qiymətlər mənfi müsbət sonsuzluq. Tangens x bilirik ki, artan funksiyadır. Demək, onun tərsi də artan funksiyadır. Yəni, bax, funksiya belədir. Davam edir, mənfi sonsuzluq, müsbət sonsuzluq. Belə, yəni, koordinat başlanğıcına demək, tək funksiyadır. Bu, simmetrikdir. Koordinat başlanğıcından nəzərən simmetrik olursa, demək, tək funksiyadır. Yəni, mənfi qarşısına çıxacaq. Arc tangens mənfi x bərabərdir mənfi arc tangens x. Sonra, demək, qiymətlər çoxluğu dedik, mənfi pi bölü 2, pi bölü 2 aralığındadır. Sonra, təyin oblastı da mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Sonra, bir də qaldı kotangens barədə. Kotangesdə, yəni, o da 0-pi aralığında təyin olunub. Apsis oxundan yuxarıda yerləşir də. Bax, bu apsis oxu olsa, bura 0, burada pi. Bu isə azalandır da. Bilirik ki, azalandır. Yəni, onun qrafiki təxminən, yox, səhv çəkdim. Demək, pi bölü 2-də mərkəzdən keçəcək də.
Yəni bu y bərabərdir arc kotangens x funksiyasının qrafiki. Dedik ki, arc kotangens mənfi x bərabərdir pi çıxaq arc kotangens x şəklində tapılır. Sonra qiymətlər çoxluğu 0 pi-dir. Var daxil deyil. Sonra mənfi 1 nədir? Mənfi sonsuzluq, müsbət sonsuzluq təyin oblastıdır. X-in aldığı qiymətlərdir. Yaxşı, keçək tapşırıqlara. Müəyyən qədər bilgilərimiz oldu. İndi arctangens mənfi 1. Dedik ki, mənfi olanda bu tək tangens və sinus. İkisi tək funksiyadır. Onlar mənfini qarşıya çıxardır. Yəni, mənfi arc tangens 1 kimi yaza bilərik. Sinus bu ilə müsbətdir. Yine yazım, hələ ki saxlayayım onu. Arc sinus kök altında 2/2 çıxaq. Demək, kosinusda dedik ki, kosinusdan kotangens. Pi minusdan yazmalıyıq. Pi minus mənfini elə bir ki, bura gətiririk də. Arc kosinus 2/1 bərabərdir. Tangens 1-i neçə dərəcədə alır? Birinci rübdə, yəni 45 dərəcədə alır da. Mənfi 45 dərəcədə pi ilə ifadə edək də. Mənfi pi bölək 4. Üstə gələk. Sinus kök altında 2/2 neçə dərəcədə alır? 45 dərəcədə. Kök altında pi bölək 4-də. Minus pi çıxılsın. Kosinus 2/1-i 60 dərəcədə alır. Pi bölək 3 bərabərdir. Bunun mənfi 1 müsbət. Bunlar gedər. Qarşıda mənfi var. Bunun için çıxaq, sonra mənfini demək, nəzərə alarıq. 3 orta məxrəc, 3 pi çıxaq pi. Yəni, bu oldu mənfi 3/2 pi. Mənfi 3/2 pi E variantı olacaq. Sonra, bax, arc kosinus mənfi kök altında 3/2. Bunu kosinusda deyirik, yəni pi minus yazırıq da onu. Arc kosinus kök altında 3/2. Üstə gələk, arc sinus 2/1. Üstə gələk, tangesdə mənfi funksiya olduğu üçün, tək funksiya olduğu üçün plus yox, minus yazaq da onu. Minus arc tangens kök altında 3 bərabərdir. Buradan davam edirəm. Pi çıxaq. Kosinus kök altında 3/2-ni 30 dərəcədə alır. Yəni pi böl 6-da. Üstə gələk. Sinus 2/1-i 30 dərəcədə alır. Pi böl 6-da. Bunlar islahin olacaq. Minus tangens kök altında 3-ü 60 dərəcədə alır. Yəni pi bölək 3-də bərabərdir. Qaldı nə? Pi çıxaq pi minus 3. Yəni 3 orta məxrəc olsa 3 pi çıxaq pi bərabərdir 3/2 pi. 3/2 pi A variantı. İfadəsinin deyək qiymətini tapın. Arc kosinus mənfi 1. Kosinusun mənfi 1 demək pi minus yazarıq da onu. Yəni 2 vurulsun pi minus arc kosinus 1. Hərçənd elə mənfi 1-i neçədə alır da yaza bilərdik. 1-i alır neçədə 0 dərəcədə pi olacaq da elə birbaşa yaza bilərik bunu. Yəni birbaşa yazarıq ki pi-də alır da arc kosinus mənfi 1-i. 2 pi çıxaq 3/1 arc kosinus kök altında 2/2-ni 45 dərəcədə alır. Yəni pi böl 4-də.
üstə gələk kosinus 0 dərəcə deyil, 0 alır neçədə? Pi bölü 2-də mənfi pi bölü, yox, birinci rübə aid olanda da pi bölü 2-də alır. Demək, pi bölü 2-dən yaza bilərik ki, yəni üstə gələk 2 vuraq pi bölü 2 bərabərdir. Yəni 2 pi çıxaq 12-də pi, üstə gələk, bu 2-lər də gedər, üstə gələk pi. Yəni aldıq nə? 3 pi çıxaq 12-də pi. 12 orta məxrəc olsa 36 pi, yəni bu 1-dir də, 12-ni 1-ə böldüm, 12 3-ə vurdum, 36 pi çıxaq pi, yəni 12-də 35 pi. Cavab olacaq B variantı. 5-də deyir ifadəsinin qiymətini tapın. Ümumiyyətlə, bu şəkildə veriləndə, bax, bu eyni ədədlər olduqda, arktangens deyə arkotangens, bu 90 dərəcəyə bərabərdir. Onu hardan bilərik? Bax, düzbucaqlı üçbucaq götürsək, buna bir alfa bucağı deyək, bu birisinə də beta bucağı deyək də, alfa plus beta bucaq. Alfa tutaq ki, budur, 90 dərəcə düzbucaqlı üçbucaq. Yəni, tangens kök altda 3 bölək 5 nə deməkdir? Yəni, tangens alfanın qarşısındakı katetin bitişik katetə nisbətidir. Yəni, kök altında 3-ün 5-ə nisbətidir. İndi, burada ona B olar da, bu da. Bax, kotangens. Kotangens nədir? Bitişik katetin kotangens beta üçün qarşıdakı katetə nisbət kök altında 3-ün 5-ə nisbətinə bərabərdir. Yəni, bunlar ikisi cəmi alfa plus beta 90 dərəcəyə bərabərdir də elə. Yəni, bu 90-dır. Bildik ki, oradan gəldiyini də öyrəndiniz. Yəni, bax, bu şəkildə verəndə dərhal yaza bilərsiniz 90 dərəcədə pi bölü 2 bərabərdir. 2-lər getdi, o da olar pi. E variantı olacaq cavab. Arcsinus 3-1, arccosinus 3-1 ifadəsinin qiymətini tapın. Bu da birinci rüb üçün, yəni bu da 90 dərəcəyə bərabərdir. Gəlin, baxaq. Bax, tutaq ki, bu alfa bucağıdır, bu beta bucağıdır. Alfa bucağı 3-1 nə deməkdir? Sinus. Qarşıdakı katetin hipotenuza nisbəti, 1-in 3-ə nisbəti. Bura 90 dərəcədir. Bu birisi də beta olsa, yəni bitişik katetin hipotenuza nisbəti kosinusu verir də, bitişik katetin hipotenuzu, o da 1-in 3-ədir. Yəni, bunların da cəmi 90 dərəcəyə bərabərdir. Yəni, bu şəkildə dərhal çıxan kimi elə 90 dərəcə yaza bilərsiniz. Pi bölü 2, yəni 2 pi olacaq, cavab olacaq D variantı. İfadəsinin bir qiymətini hesablayın. Sinus dedik ki, tək funksiyadır, mənfini qarşıya çıxardacaq. Arc sinus kök altda 3 bölü 2. Kosinus yazmaq üçün nə edirdik? Pi çıxaqla yazırdıq da, pi çıxılsın. Arc kosinus kök altda 2 bölü 2. Tangens elə müsbətli olduğu kimi yazıram hələ ki, arc tangens kök altda 3 bölü 3 bərabərdir. Buradan davam edirəm. Kök altda 3 bölü 2-ni sinus alır 60 dərəcədə, yəni mənfi pi bölü 3-də. Üstə gələk pi var orada, çıxılsın. Kosinus kök altda 2 bölü 2-ni pi bölü 4-də alır, 45 dərəcədə alır, pi bölü 4. Tangens kök altda 3 bölü 3-ü 30 dərəcədə alır. Yəni, üstə gələk, pi bölək, neçə? 30 dərəcədə pi bölü 6. İndi 3, 4, 6-ya 12 orta məxrəc olsa, bundakı məxrəci 1-də. 12-ni 3-ə 4 dəfə vursaq, mənfi 4 pi. 12-ni 1-ə 12, pi-yə vursaq 12 pi. Çıxaq 3 pi. Üstə gələk 2 pi. Bərabərdir, görək nə alınır. Bax, müsbətlər 12 pi ilə 2 pi, 14 pi. Mənfilər 7 pi, mənfi 4 pi ilə mənfi 3 pi. 14 pidən 7 pi çıxsaq, 7 pi qalacaq. 7 pi bölək 12.
Yəni A variantı. İfadəsini deyir, qiymətini tapın. Burada da yəni bax bu müsbətdir. Kosinus kökəltdə 3/2-ni neçədə alır? Birbaşa yazaq da. 60 dərəcə, belə 2-də 30 dərəcədə alır da. Pi bölək 6. Arcsinus, yəni bu mənfi qabağa çıxsa plus olacaq. Arcsinus 2-də 1-i, yəni 2-də 1 neçədə alır? Pi böl 6-da da, pi böl 6-da alır. Arctangens mənfi kökəltdə 3-ü. Demək, bu da qarşıya mənfini çıxardacaq. Arctangens kökəltdə 3 deyək, kökəltdə 3-ü alır 60 dərəcədə. Pi böl 3. Arctangesdə pi ilə yazsaq, çıxaq. Onu mötərizədə yazın. Pi, yəni arctangens mənfi 1-i, bax pi, əslində kotangens mənfi 1-i neçə dərəcədə alır? Bilirik ki, yox, elə buradan yazaq, pi ilə yazaq, pi çıxaq, kotangens 1, 1-i alır 45 dərəcədə, pi böl 4. Yəni 4-də 3 pi də olacaq da, yəqin ki, bərabərdir. Nə aldıq burada? Pi bölə 100. Pi bölə 6 üstə gəl, pi bölə 6. Pi bölə 3 edir. O da pi bölə 3-dən gedir. Qaldı bir dənə mötərizə. Qarşısında da mənfi var. 4 orta məxrəc. 4 pi çıxaq pi. Yəni aldıq nə? Mənfi 4-də 3 pi. Mənfi 4-də 3 pi. C variantı. Arcsinus mənfi 2-də 1 mənfi qarşısına çıxar. Sinus 2-də 1-i alır pi böl 6-da. Arccosinus mənfi kökəltdə 2. Kosinus mənfini itirmək üçün demək pi minusdan yazırıq da. Pi minus arccosinus kökəltdə 2 böl 2. O da 45 dərəcədə alır. Pi böl 4. Arctangens mənfi 1. Yəni mənfi qarşıya çıxacaq da. Tangens 1-i alır pi böl 4-də. Üstəgəl, arctangens mənfi kökəltdə 3, bu da mənfi oldu, mənfi qarşıya çıxar, plus idi, mənfi oldu, kökəltdə 3 alır, A 60 dərəcədə, yəni pi böl 3-də bərabərdir. Buradan nə olar? Gəlin orta, belə 6, 4, 3-ə, orta məxrəc 12, 6-ya böldüm. Demək, 2 düşdü, mənfi 2 pi. Üstə gəl 12 pi, çıxaq 12-nin 4-də 3, 3 pi, çıxaq 3 pi, çıxaq 4 pi. Demək, müsbət bir dənə 12 pidir, qalanları mənfi toplayaq onları. 2, 3, 3, 6, 12, yəni 0 oldu da deyəsən, bərabərdir. 0 bölək 12 bərabərdir 0. Cavab olar A variantı. Arcsinus ifadəsinin qiymətini tapın. İndi buna bax, ayrıca baxaq. Sinus 92 pi bölək 5. Bunu birinci rübün bucağına gətirsək, mütləq gətirmək lazımdır. Görək 5, 18 tam 5-də 2 yaza bilirik. Belə olur da, eləmi? 18, 90, 18-dən 5-də 2 pi. 92-yi 5-ə böləndə 18 tam düşür. 5-də qalıq da 2 qalıb da, onu da yazırıq sürətdə. Yəni 18-dən 5-də 2. Yəni 18 tamı biz silə bilirik də, yəni 2 piləri ata bilirdik də, cüt piləri. Atarıq, 5-də 2 pi qalar. Yəni, bunun əvəzinə biz yazarıq nə? Arc sinus 5-də 2 pi. İndi burada bir xassiyə də var. Bax, əslində xassiyə deyəndə, yəni bunları əgər bu cürə görsəz, arc sinus x bərabərdir. Dərhal sinuslar bir-birini elə aparır, x qalır.
yəni x olur. Arc kosinus da, həmçinin tangens də həmçinin. Kosinus, arc kosinus, kosinus x, bu da x-ə bərabərdir və ilə və s. Yəni, bax, belə. İndi bu arc sinus, sinuslar getdi, qaldı nə? 5-də 2 pi. İndi bu hardan gəlir, onu da müəyyən edə bilərik. Bax, misal üçün, arc sinus, götürək sinus pi bölək 6. Yəni 30 dərəcə. Bu nəyə bərabərdir? Arc sinus pi bölü 6, yəni 2də 1-ə bərabərdir. İndi arc sinus 2də 1-i biz dərəcəyə çevirə bilirik də. Yəni 2də 1-i neçə dərəcədə alır? Pi bölü 6-da alır da. Gördünüz, yəni bu sinuslar elə birbaşa oradan, yəni belə oldu. Dərhal biz neyə bilərik? Sinusları silərik, gedər. Yəni biz tapdıq ki, arc sinus 5-də 2 pi bərabərdir elə 5-də 2 piyə. Yəni bunu çevirdik, 18 tamını atdıq, 5-də 2 pi qaldı, o da C variantı olacaq. Arc kosinus, kosinus. İndi bunu dərhal eləyə bilmərik, gərək bunun birinci rübün bucağına gətirək. Çünki axı bilirik, kosinusda, sinusda, məsələn, kosinus 0 pi aralığındadır. Sinus isə qiymətlər çoxluğunda nətər? Mənfi pi aralığı. Mənfi pi bölü 2, pi bölü 2 aralığındadır. Arc sinusları. İndi buradan 37-dən 9-a, yəni 9-da 37 pi-ni biz yaza bilərik. 9-a bölsək 4 tam düşəcək. 4 tam 9-da 1 qalıq qalır da. 4 dəfə 9-dan 36, 1 qalıq qalır. Yəni pi bölək 9. 4 tam 9-da pi. Bu 4 tamı atarıq, qalar pi bölək 9. Yəni biz bunu arc kosinus pi bölək 9 ilə əvəzləyə bilərik. Bax, buyurun, bərabərdir. Bu kosinuslar da apardı bir-birini, qaldı pi bölü 9. Cavab D variantı olacaq. Kosinus arc sinus kök altda 3 bölü 2 ifadəsinin qiymətini hesablayın. Arc sinus kök altda 3 bölü 2 qiymətini tapa bilərik. Yəni kosinus bilirik ki, sinus kök altda 3 bölü 2-ni pi böl 6, 60 dərəcədə alır da, pi böl 3-də alır. Yəni bunun yerinə yazdıq pi böl 3. Üstə gələk kosinus. Arc kosinus mənfi 2də 1, yəni pi çıxaq yazarıq. Arc kosinus 2də 1. 2də 1-i kosinus pi böl 3-də alır. Üstə gələk pi böl 3 qalmışdı orada, onu da yazdım ora. Bərabərdir. Bunlar bir-birinə apardı, kosinus pi qaldı. Kosinus pi böl 3 bilirik ki, nəyə bərabərdir? 2də 1-ə bərabərdir. Burada da kosinus pi qalıb. Kosinus pi də mənfi 1-ə bərabərdir. Mənfi 1-də alır. Bu da mənfi 2də 1 eləyəcək. Cavab olar E variantı. İfadəsinin qiymətini hesablayın. Arc kosinus kök altda 3 bölü 2 sinus. Yəni kök altda 3 bölü 2-ni kosinus neçədə alır? Sinus demək 30 dərəcədə. Pi böl 6-da. Sinus yox, kosinus. Kosinus kök altda 3 bölü 2-ni pi böl 6-da alır, onu yazdıq. Yəni bu pi böl 6 demək deyilər. Çıxılsın kosinus arc kosinus. Yox, bunun mənfini gəlin aşağıdan yazaq. Bax, sinus dedik bu pi böl 6 elədir. Çıxılsın kosinus. Arc kosinus mənfi 2də 1-i pi ilə əvəzləyək. Pi çıxılsın. Arc kosinus 2də 1. 2də 1-i alır. Kosinus
Pi bölü 3'də 60 dərəcədə. Üstə gedək pi bölü 3. Bunlar bir-birini islah elədi. Kosinus pi alındı. Sinus pi bölü 2, 6, 2də 1 eləyər. Kosinus pi isə mənfi 1 eləyir. Yəni minus mənfi 1. Bu da üstə gəl 1 olur da. 1 tam 2də 1 olar. Cavab olacaq C variantı. Sinus arkotangens x funksiyasının qiymətlər çoxluğunu tapın. Əvvəlcə bu sinusun arqumentinə baxaq da. Arkotangens x-in aldığı qiymətlər çoxluğu hansıdır? Bilirik ki, bu 0 pi aralığında onu təyin olunub da 0 pi aralığında təyin olunub. Qrafiki nətər idi? Belə kör təbii çəkək 0 pi. Pi burada, 0 burada. Azalan funksiyada kotangens x funksiyası pi bölü 2'də 0'da pi bölü 2 olur. Yəni aldığı qiymətlər belə olur da təxminən. Yəni bu y bərabərdir arkotangens x funksiyasının qrafikidir. Yəni 0 1-də qiymətlər alır. Amma sinus 0 dərəcədə neçə alır? Sinus 0-da da pi-də də 0 olur da. Yəni ən kiçik qiyməti 0 olur. Amma bu aralıqdan pi bölü 2-də sinus maksimum qiymət alır da. Sinus pi bölü 2-də neçə olur? 1 olur da. O 1-də daxil olur. Amma yox, burada 0 pi daxil deyil də. Kotangensdə 0 pi-də təyin olunmayıb bax. Yəni onlar demək 0 qiyməti daxil deyil, 1 daxildir. 1 daxildir deyəndə sinus 90 dərəcədə bu aralıqdadır da pi bölü 2-də. Sinus pi bölü 2-də ən böyük qiymət alır. Yəni pi bölü 2-də bu aralığa daxildir. Yəni 1 daxildir, 0 yox ancaq. Yəni 0, 1. O da E variantı olacaq. Yəni 0, 1 B-ni götürsək səhv olur. Sinus arkosinus x funksiyasının qiymətlər çoxluğunu tapın. Bax, bunu kosinus x funksiyasının aldığı qiymətlər bilirik ki, o da 0 pi-dir. 0 pi. Yəni, bax, xatırlayaq, kosinus x funksiyasının qrafiki. Demək, mənfi 1, 1 aralığındadır, təyin olunub, x-i. Mənfi 1, 1. Kosinus x funksiyası birinci lübdə azalandı, tərsi də azalandı. Və o da ki 0 pi aralığındadır da, 0 burada, pi də burada. Azalan funksiya bir nöqtə orada, bir nöqtə orada, bir də burada, belə. Yəni bu bərabərdir, ilk bərabərdir arc kosinus x funksiyasının qrafikidir. Yəni 0 pi-də təyin olunub. Sıfırda pi-də bunların qiymətləridir. Demək, sinus demək, tangensdən, kotangensdən fərqli olaraq bunlar daxildir də, 0 pi. Demək, sinus 0-da 0 olur, pi-də də 0 olur. Ən kiçik qiyməti demək 0 olur, o da daxildir. Sonra bu pi bölü 2-də isə bu demək aralıqdan pi bölü 2-də sinus maksimum qiymət alır da, 1 qiymət alır, o da daxildir, 0, 1, yəni bizim cavabımız olacaq A variantı. İfadəsinin deyir, qiymətini tapın, 2-də 3 pi, 93, 270. Yəni biz bunu arkosinus 3-də 2. Bunu çevirmə düsturundan istifadə edək. Bildiyimiz çevirməsə 270-də 4-cü rübə düşür. 4-cü rübdə bilirik ki, sinus mənfidir. Yəni mənfi adını dəyişəcək kosinus. Qalır bu da. Bunu atdıq. Kosinus üstə 2. Üstə gələk. Burada da demək adını dəyişəcək. Neçənci rübə düşür? Birinci rübə. Birinci rübə müsbətdir. Yəni adını dəyişir bir dənə sinus, arc sinus
7-də 3. Dedik ki, bax, bu cürədə yazılanda kosinuslar bir-birini aparır, qalır elə 3-də 2, yəni bərabərdir mənfi 3-də 2. Sinuslar da apardı, qaldı 7-də 3. Bunu orta məxrəc 21 götürsək, 21 3-ə 7 dəfə 2-yə vursaq mənfi 14, üstə gələk. 21-i 7 3 dəfə 3-ə vursaq 9. Bunlar mənfi 5 bölək 21. O da cavab olacaq B variantı. Kosinus arctangens mənfi 2 ifadəsini deyir, qiymətini hesablayın. Deyirik ki, arctangens tək funksiyadır, mənfi qarşısına keçir. Yəni kosinus, qarşısına deyəndə kosinusun içindədir, o da mənfi arctangens 2 kimi yazaq, bərabərdir. Kosinus cüt funksiyadır, onu itirəcək. Yəni elə kosinus arctangens 2. Arctangens 2 oldu, eləmi? Bunu biz düzbucaqlı üçbucaqda göstərsək, tutaq ki, bu alfa bucağıdır, bu arctangens 2 alfa bucağıdır. Alfa, yəni tangens nədir? Qarşıdakı katetin bitişik katetə nisbəti 2 eləyir. Yəni bu 2-dir, bu da 1-dir. Yəni 2K, 1K. 2-nin 1-ə nisbəti. Onda betonumuz neçə olacaq? Betonumuz bunların kvadratları cəmdə 4 üstə gəl 1, 5. Kök altında 5 olar. Betonumuz. Onda biz kosinusunu tapsaq, kosinus nəyə bərabərdir? Yəni 2-ni, kosinus alfa nəyə bərabərdir? 2-nin, yox, bitişik katetin hipotenuza nisbət 1-in kök altında 5-ə nisbətinə bərabərdir. İndi biz belə eləyərik də. Hədə həmin yerdən olur da. Yəni bunu biz elə 1 bölək kök altında 5 ilə əvəzləyə bilərik. Yəni bu alfa bucağıdırsa, kosinus alfa olur da. Alfanın yerinə belə, yəni kosinus alfa 1 bölək kök altında 5-ə bərabərdir. Bitişik katetin hipotenuza nisbətinə bərabərdir. Yəni tapdıq ki, cavab B variantı. Funksiyanın qiymətlər çoxluğunu deyir tapın. Arcsinus 4x minus 1-in qiymətlər, aldığı qiymətlər dedik ki, nədir? Qiymətlər çoxluğu mənfi pi bölü 2, pi bölü 2-dir. Qiymətlər çoxluğu. Təyin oblasti isə mənfi 1, 1-dir. Bir dəfə mənfi pi bölü 2 qoysaq yerinə, görək nə alınır. 2 üstə gələk 10 bölü pi vurulsun. Bir dəfə qoyuram mənfi pi bölü 2-ni. Pilər getdi, mənfi olacaq, yəni 2 minus olacaq. Ondan da 2 çıxacaq, gedər 5. 2 çıxaq 5 bərabərdir mənfi 3. Mənfi 3 oldu. Bir dəfə də plusunu qoyaq. 2 bərabərdir 2 üstə gələk 10 bölək pi. Demək, arcsinus 4x minus 1-in yerinə pi bölək 2-ni qoyaq. Pilər getdi 5, yəni 2 üstə gələk 5 bərabərdir 7. Olacaq mənfi 3, 7. Bizim cavabımız olacaq D variantı. Kosinusun aldığı qiymətlər neçədir? 0 pi-dir. Qiymətlər çoxluğu. Bir dəfə 0, bir dəfə pi qoysaq, bu funksiyanın qiymətlər çoxluğunu tapmış olarıq. 8 bölək pi. Bir dəfə 0 qoysaq, bu 0 olacaq. Yəni mənfi 5 alınacaq. Ən kiçik qiyməti yəqin ki, pi qoysaq, 8 bölü pi, kosinus 2x plus 7-in yerinə pi yazıram. Pilər gedər, qalar 8 çıxaq 5, bu da bərabərdir 3-ə. Yəni, mənfi 5, 3 olar cavabımız. A variantı. Arcsinus A, arckosinus A, arctangens A ifadəsi ən kiçik qiymətini tapın. Bundan əvvəlki tapşırıqlarda dedik, bax, arcsinus A, arckosinus A 90 dərəcəyə bərabərdir. Yəni, burada
tutaq ki 2də 1 ya nə bilim 3də 1 nəsə olarsa, yəni bu cəm 90 dərəcəyə bərabərdir. Yəni pi bölü 2-yə. Pi bölü 2 üstə gələk arktangens A. Bilirik ki, arktangens də A bütün mənfi sonsuzluq müsbət sonsuzluğa aiddir də. Mənfi sonsuzluq, müsbət sonsuzluq qiymətlər belə təyin olunur. Təyin oblastı mənfi sonsuzluq müsbət sonsuzluqdur. Amma burada A isə, yəni bax sinusda, kosinusda isə mənfi 1 ilə məhdudlaşır. Yəni bu birisilərə görə burada da, yəni A-nın aldığı qiymətlər buna daxildir. A daxildir mənfi 1 1-ə. Onda arktangensin ən kiçik qiyməti, yəni mənfi 1 qiymətində alacaq da. Yəni nə? Pi bölü 2 üstə gələk arktangens mənfi 1. Mənfin qarşıya çıxar, tangens tək funksiyadır. Pi minus 2 çıxaq, tangens 1-i alır pi bölü 4-də. Bu eləyər pi bölü 4. Yəni cavab olacaq A variantı. Arktangens arkosinus 5-də 4 bərabərliyindən x-i tapın. Arkosinus 5-də 4 bir bucaqda, tutaq ki buna bir alfa bucağı desək, ark tangens x bərabərdir alfa nə deməkdir? Yəni tangens alfa bərabərdir x-ə. Yəni biz tangens alfanı tapmalıyıq. Arkosinus 5-də 4, bax düz bucaqlı 3 bucaqdan həmin alfa bu olsa, yəni bunun yerinə alfa yazsa, alfa adlandırmışıq da. Arkosinus 5-də 4 nə deməkdir? Yəni bitişik katetin hipotenuza nisbəti bizə nə verir? Kosinusu verir də. Yəni bu deməkdir də. Onda digər katet neçə olar? 25-dən 16 çıxsa 3 olacaq da. 9 olur. 9-dan da kök 3 çıxır. Demək, biz aldıq nə? Bunun tangens nəyə bərabərdir? Tangens alfa nəyə bərabərdir? Qarşıdakı katetin hipotenuza nisbəti 3-ün 4-ə nisbətinə bərabərdir də. 3-ün 4-ə. Yəni x-i tapdıq ki, 4-də 3-dür. Cavab olar B variantı. İfadəsinin qiymətini tapın. Kosinus kök altında 2 bölü 2-ni kosinus pi bölü 4'də alır. Pi bölü 4 45 dərəcədir. Üstə gələk kosinus 2 arktangens 1. Tangens 1'i, yəni tangens funksiyası 1'i alır pi bölü 4'də. Yəni 2 vurulsun pi bölü 4. 2 vurulsun tangens pi bölü 4 45 dərəcədir. Demək 1 olur. Üstə gələk kosinus pi bölü 2, yəni 90 dərəcədə kosinus 0'dır. Bərabərdir 2'yə. 3 bölək pi vuraq. Arkosinus mənfi kök altında 3 bölü 2. Demək pi minus yazarıq da bunu. Pi minus arkosinus kök altında 3 bölü 2. Üstə gələk arksinus kök altında 3 bölü 2. Üstə gələk arktangens 1 bölək kök altında 3. Ve 3 bölək pi vuraq. Pi çıxaq. Arkosinus kök altında 3 bölü 2'ni kosinus 30 dərəcədə alır. Pi minus 6. Üstə gələk. Sinus kök altında 3 bölü 2'ni 60 dərəcədə. Pi bölü 3. Tangens 1 bölək kök altında o da 30 dərəcədə alır. Üstə gələk. Pi bölü 6. Biri mənfi, biri müsbət. Bunlar getdi. Bərabərdir. 3 bölək pi vuraq. 3 orta məxrəc olsa 3 pi üstə gəlir pi 4 pi edəcək.
Pilər gedər, 3-lər gedər, qalar 4. İfadəsinin qiyməti 4 oldu. İfadəsinin qiymətini hesablayın. 6 bölək pi arc kosinus mənfi 2/1. Pi minus yazsaq, pi minus arc kosinus 2/1. Kosinus 2/1'i alır neçədə? 60 dərəcədə. Pi böl 3'də. Arc sinus 2/1. 30'da alır. Yəni pi böl 6'da. Kotangens 1 bölək kök altında 3'ü. Tangens əgər 60 dərəcədə alırsa, yox 30 dərəcədə alırsa, bunu kotangens 60 dərəcədə alar. Yəni üstə gələk pi böl 3. Pi böl 3'lər biri mənfidir, biri müsbət. 6 bölək pi vuraq. 6 orta məxrəc, demək 6 pi üstə gələk pi 7 pi eləyəcək. 6'lar getdi, pilər getdi. Cavab olacaq 7. Tangens arctangens 31, sinus arcsinus 0,2, kotangens arckotangens 29 ifadəsinin qiymətini tapın. Dedik, bunlar bir-birini islah eləyir. 31 qalır. Üstə gələk sinuslar 0,2, kotangeslər 29, 60, 60,2 elədi də, eləmi? Bunda da kotangeslər getdi, 42 qaldı, kosinuslar 0,4, tangeslər 28. 28'den 42 70, bu da 70,4. Funksiya təyin oblasında AB aralığı olarsa, AB hasilini tapın. Demək, təyin oblasti deyəndə x-in qiymətindən söhbət gedir də. X-in aldığı qiymətlər budursa, hasilini deyir tapın. Ümumiyyətlə, arcsinus aldığı qiymətlər nədir? Mənfi 1 aralığında, yəni x minus 3 bölü 2 mənfi 1 aralığıdır. Mənfi 1'dən kiçik, mənfi 1'dən böyük. Hər tərəfi 2'yə vursaq, mənfi 2, x minus 3 kiçikdir 2. Sonra üstünə, hər tərəfin üstünə 3 gəlsək, mənfi 2'nin üstünə 3 gələndə 1 eləyər. Burada x qaldı, burada da 3 gəlsək 5 eləyəcək. Yəni 1, 5 olur. X-imiz 1 ilə 5 arasında. Sonra bir şərt ödənməlidir. X minus 3 kök altında olduğu üçün normaldır. Demək, x minus 3 böyük bərabər 0 olmalı. X böyük bərabər 3. Yəni, bununla bunu kəsişdirsək, bu nə deməkdir? 3'dən müsbət sonsuzluğa deməkdir. Bu 3 olsun. Bu 1, bu 3, bu da 5. 1, 5. Bunlar daxildirsə, 3'dən müsbət sonsuzluğa, yəni kəskin hissəmiz 3, 5 olacaq. Cavab olacaq 3, 5 aralığı olarsa AB hasilini, yəni A 3'dür, B 5'dir də. AB hasilini soruşur. 3 vuraq 5 bərabərdir 15. Kotangens 2/1 arcsinus 13/5, 2/1 arcsinus 13/2 ifadəsinin deyir qiymətini tapın. Yəni 2/1'i çıxartsaq mötərizə xaricinə görə nə alınır? Kotangens 2/1'i çıxartdı mötərizə xaricinə. Qaldı arc sinus 13/5. Üstə gələk. Arc sinus 13/12. Buna alfa deyək bu bucağa. Bu bucağa da beta deyək. Alfa plus beta. Yəni düz bucaqlı 3 bucaqda onu göstərək. Bura alfadırsa, sinus 5'də 13, yəni bu nə deməkdir? Sinus alfa.
Qarşıdakı katetin hipotenuza nisbəti 5-in 13-ə nisbəti. Yəni katet 5-dir, hipotenuz 13-dür. Digər katetdə 12 olacaq da. Demək bu bucaqda elə budur da. Bax, bu da beta bucağıdır da. Çünki 12-nin 13-ə nisbəti. Qarşıdakı katetin 13-ə nisbəti. Yəni bu ikisinin cəmi bizə nə verir? 90 dərəcə verəcək də. Alfa plus beta cəmi. Əgər bura 90-dırsa, o bir alfa plus beta cəmi də 90-dır. Yəni kotangens 2-dən 1 vuraq. Bu 90 dərəcə eləyər. Pi böl 2. Yəni pi böl 4. Kotangens pi böl 4. Bu da 1 eləyər. Cavabımız 1 var. Uyğunluğu müəyyən edin. Birinci demək, y bərabərdir sinus x funksiyasını verib. Onun qiymətlər və təyin olur. Sinus x-in aldığı qiymətlər bilirik ki, mənfi sonsuzluq, müsbət sonsuzluq. Təyin oblastıdır da. Mənfi sonsuzluq, müsbət sonsuzluq. Varmı təyin oblastı mənfi sonsuzluq? Yoxdur. Qiymətlər çoxluğu. Əslində DY ilə işarə olunur. Yəni sinus x-in aldığı qiymətlər çoxluğu mənfi 1-1-dir. Qiymətlər çox mənfi 1-1, C variantı var. C-ni yazdıq bura. Yaxşı. İkinci. Arc kosinus x, y bərabərdir. Arc kosinus x funksiyasının təyin oblastı. Yəni x-in aldığı qiymətlər bilirik ki, kosinusda mənfi 1-1-dir. Tərsi nədir də? Tərs funksiyona görə deyirlər. Yəni x-in aldığı qiymətlər budur. Arc kosinus x-in özünün aldığı qiymətlər isə 0 pi aralığındadır. Bunlar da daxildir. 0 pi var, D variantı. Həmçinin qiymət təyin oblastı mənfi 1-1 var, A variantında bura aid eləyək. CAD tangensə baxaq. Qiymətlər çoxluğu arc tangens x y bərabərdir. Arc tangens x. Tangens x-in x-in aldığı qiymətlər mənfi sonsuzluq, müsbət. Yəni təyin oblastı mənfi sonsuzluq, müsbət sonsuzluğa aiddir. Amma qiymətlər çoxluğu var. Demək bu yoxdur. Qiymətlər çoxluğu isə mənfi pi böl 2, pi böl 2-dir. Bunlar da daxil deyil. B-ni də yazdım bura. CDA-B. Kosinus x funksiyasının təyin olur. X-in aldığı qiymətlər bilirik ki, neçədir? Mənfi sonsuzluq, müsbət sonsuzluq. Təyin oblastı mənfi sonsuzluq, müsbət sonsuzluq yoxdur. Birinci kosinus x funksiyasının qiymətlər çoxluğu isə mənfi 1-1-dir. Qiymətlər çoxluğun B-nə aid eləyək bura. Sonra ikinci arc sinus x. Y bərabərdir arc sinus x funksiyası. X-in aldığı qiymətlər demək sinusda mənfi 1-1-dir də. Yəni yox, bu təyin oblastıdır. Yoxdur, variant yox, var. Təyin oblastı var. Mənfi 1-1 E variantı. Qiymətlər çoxluğu isə arc sinusun nədir? Mənfi pi böl 2, pi böl 2-dir. Qiymətlər çoxluğu A variantında bura daxil eləyək. Baxaq arc kotangensə. X-in aldığı qiymətlər demək, qrafiki dərhal mən xatır yadıma salmağa çalışıram. Yəni, əzbər bəzən bir də görürsünüz, yadda qalmır. Yəni, arc kotangens X
0 pi aralığında təyin olunub. Pi bölü 2-də keçir, azalan funksiyadır. Yəni görürük ki, x-in aldığı qiymətlər mənfi sonsuzluq, müsbət sonsuzluq. Qiymətlər çoxluğu haqqında var, ancaq təyin oblasti barədə yoxdur. Arc-kotangesi aldığı qiymətlər 0 pi aralığıdır. 0 pi, bunlar da daxil deyil. 0 pi var, qiymətlər çoxluğu D variantı. BYA D. Uyğunluğu müəyyən edin. Tək funksiya, cüt funksiya, nə tək, nə də cüt funksiya. Bir baxaq, A variantına baxaq. Y bərabərdir kosinus x. Kosinus x bilirik ki, cüt funksiyadır. Yəni, x-ə mənfi verəndə də müsbət qiymət alır. Yəni, misal üçün, kosinus mənfi 30 dərəcə, elə kosinus 30 dərəcəyə bərabərdir. Sonra demək cüt funksiyadır. Bunu yazaq bura ikinciyə. Arcsinus x bilirik ki, tək funksiyadır. Onun qrafiki nəyə bərabərdir? B variantına baxaq. Y bərabərdir arcsinus x funksiyası. Demək qiymətlər alır. Pi böl 2 qiymətlər çoxluğu. Yəni mənfi bir parçasında mənfi pi bölü 2, pi bölü 2 artan funksiyadır. Təxminən yəni belə bir funksiyadır. Bax belə. Artan funksiyadır. Yəni bilirik ki, koordinat başlanğıcından keçirsə, koordinat başlanğıcına nəzərən simmetrikdirsə, o demək tək funksiyadır. Yəni arcsinus mənfi x bərabərdir mənfi arc sinus x-ə. Tək funksiya. Demək B-ni yazaq bura. Bunu da üstündən xətt çəkək. Tangent x də tək funksiyadır. Yəni o da elə təxminən, yəni qrafiki də belədir. Yəni C variantında birə daxil elədik. Arcosinus x nə təkdir, nə cüt. Onun bilirik ki, onun demək 0 pi aralığındadır arcosinus x. Və mənfi 1, 1-də təyin olunubdur. Belə bu parçada pi bölü 2-də x-in 0 qiymətində alır pi bölü 2-ni və azalandır da, funksiya azalandır. Təxminən belə funksiyanın qrafiki. Yəni koordinat başlanğıcından da keçmir deyək təkdir, nə də simmetrik deyil, koordinat oxuna nəzərən deyək cütdür. Yəni ona görə nə təkdir, nə cüt. D variantında bura daxil edirəm. X kotangens x, onu yoxlayaq. Bax, x tutaq ki, yəni bax, y bərabərdir x mənfi x yazsaq, tutaq ki, x-in yerinə mənfi x, kotangens mənfi x. Yəni bu mənfi x, kotangens mənfi x-dən də mənfi x çıxır. Yəni mənfi çıxır da, qiyməti mənfi olacaq. Yəni mənfi də mənfi müsbət eləyəcək. Yəni burada tutaq ki, bax, y bərabərdir, x tutaq ki, 45 dərəcə. Mənfi 45 dərəcə götürək, y bərabərdir. Mənfi 45 dərəcə vuraq, kotangens mənfi 45 dərəcə. Bərabərdir nəyə? Bu mənfi 1-ə bərabərdir. Yəni mənfi 45 dərəcə vuraq mənfi 1, o da eləyər müsbət 45 dərəcə. Yəni x-in mənfi qiymətində də müsbət alınır. Demək, E variantı da cüt funksiyadır. Bunu E-ni də bura daxil eləyə bilərik. Yəni B, C, A, Y, D. Nə cüt?
baxaq bir-bir. Y sinus x dedik tək funksiyadır. A variantını bura daxil eləyək. Arkotangens x nə təkdir, nə cüt. Amma arctangens x isə koordinat başlanğıcından keçir, o təkdir. Bu nə təkdir? 3 demək B-ni yazaq. Nə tək, nə cütə. Arctangens koordinat başlanğıcından keçir, o tək funksiyadır. C-ni yazdım ora. Sonra kotangens kvadratı x. Kotangens x-in funksiyanın qrafiki nə cürdür? 0 pi-də pi bölü 2-də 0-dan keçir. Azalan funksiyadır. Kvadratı nətər olacaq? Bu şəkildə olacaq da. Yəni bu cüt funksiya olacaq. D variantını da bura daxil edirəm. C-ni yazmışam. Tangens x bunu sinus x bölək kosinus x kimi yazsaq bərabərdir sinus x kvadrat, sinus kvadratı x bölək kosinus x. Yəni görürük ki, bu cüt funksiyadır. Niyə görə? Çünki bax sinus sözü təkdir. X-ə mənfi versək, kvadratı onu müsbət eləyəcək. Kosinusda zaten cüt funksiyadır. O mənfini buraxmayacaq kənara, belə qabağa. Ona görə x-ə mənfi qiyməti də müsbət olur. Yaxud da bax, elə buradan, bax, ikisi də tək funksiyadır. Tangens mənfi x, buraq sinus mənfi x. Nəyə bərabərdir? Yəni, mənfi tangens x-ə, ikisi də tək funksiyadır. Bu da mənfi sinus x-ə. Yəni, mənfilər bir-birini müsbət eləyər, yenə alınacaq tangens x, sinus x. Yəni, bu nə deməkdir? Bu deməkdir, bu tək funksiyadır. Belə cüt funksiyadır. AC, D, Y, B. Funksiyalar üçün uyğunluğu müəyyən edin. Demək, təyin oblastını və qiymətlər çoxluğunu tapmalıyıq bu funksiyaların. Birinciyə baxaq. Verib bizə y bərabərdir. Pi üstə gələk arcsinus x. Arcsinus x-in təyin oblastı, yəni nəyə bərabərdir? X-in aldığı qiymətlər bilirik ki, mənfi 1, 1-dir. Bu parçada qiymətlər alır. X-in aldığı qiymətlər, yəni təyin oblastıdır. Funksiyanın təyin oblastı mənfi 1, 1-dir. B variantını aid eləyək bura. Sonra qiymətlər çoxluğuna, arcsinus x-in qiymətlər çoxluğu bilirik ki, mənfi pi bölü 2, pi bölü 2-dir. Amma burada bunun demir də qiymətlər çox. Pi üstə gələk bunu. Bunun üstünə hər birini pi gəlsək, pi üstə gələk mənfi pi bölü 2, pi bölü 2 eləyəcək. Pi üstə gəl pi bölü 2 neçə eləyər? 2-də 3 pi. Yəni qiymətlər çoxluğu bu olacaq. Qiymətlər çoxluğu, funksiyanın qiymətlər çoxluğu D. D variantını da bura daxil eləyək. D də getdi. İkinciyə baxaq. Y bərabərdir. Arc kosinus kök altında x. Təyin oblastına bax. Təyin oblastı əgər kök altı olmasaydı, bilirik ki, kosinusda təyin oblastı neçədir? Mənfi 1, 1-dir. Amma indi bu mənfi 1-i almır da, x 0-dan böyük qiymət alır. Bunu mənfi 1, 1 ilə kəsişdirsək, yəni 0, 1 olacaq da, 0, 1. Bunlar da daxildir. 0, 1, təyin oblastı 0, 1-dir. Var elə variant. Funksiyanın təyin oblastı, bəli, E variantını yazdıq bura. Bunun əgər 0,1 olarsa, 0 olanda kosinus 0, kosinus neçə olur? Kosinus 0-ı alır, 0 alır, neçədə? Pi bölü 2, mənfi pi bölü 2, mənfi pi bölü 2. Yəni, pi bölü 2-də bəs 1-i, kosinus 1-i alır 0 dərəcədə. Yəni 0 pi bölü 2-dir. Yəni bu olur da funksiyanın qiymətlər çoxluğu C variantı olur. 0 pi bölü 2. Yəni kosinus 0-da və kosinus 1-də qoyuruq yerinə.
0 pi bölü 2 alınır. Qiymətlər çoxluğu. Bu da neçə idi? C variantı. Funksiyanın təyin oblasti artan yes x. Yəni x-in aldığı qiymətlər mənfi pi bölü 2 pi bölü 2 aralığıdır. Amma artan gensin, yəni burada qiymətlər təyin oblasti qalıb da x-in aldığı qiymətlər. Mənfi verəndə bir dəqiqə artan gensin qrafiki nə cür idi? Mənfi pi bölü 2 ilə pi bölü 2 aralığında təyin olunub da belə qiymətlər çoxluğu. Artan funksiyadır, koordinat başlanğıcından keçir. Yəni qrafiki təxminən belədir. Burada demək x-in aldığı qiymətlər mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Yaxşı, amma burada görürük ki, qiymətlər müsbət olmalıdır da. Kökün altında da axı 0-dan pi bölü 2 aralığında olmalıdır. Funksiyanın qiymətlər çoxluğu. Yox, o qiymətlər çoxluğu da bəli. 0 pi bölü 2 olmalıdır. Və təyin oblastı təyin oblastı 0-dan müsbət sonsuzluq olmaq. 0 pi bölü 2 olsa, burada pi bölü 2-də təyin olunmayıb. Yəni, bu mötərizə belə olsaydı, yəni, bax, belə olsaydı mötərizə, biz gərək buna aid eləyərdik bunu. Ancaq mötərizə düzü nədir? Yəni, pi bölü 2 də daxil olduğu üçün C-ni bura daxil eləyə bilmərik. Təyin oblastı isə 0-dan müsbət sonsuzluqadır. Bəli, mənfi olanda kökaltı ifadədə mənfi olur. Yəni, mənfi tərəfdə kökaltı da ifadə demək mənfi olur. Ona görə A variantı demək 3-cüyə aid olur. Burada demək 30-cu tapşırıqda da bu bölməyə aid olan tapşırıqların izahını bitirmiş olduq. Güman edirəm faydalı oldu. Sağ olun.